getdikcə Rusiyanın postsovet məkanında aqressivliyi artacaq, o cümlədən Azərbaycana yönəlik aqressivliyi artacaq. Azərbaycan nə etməlidir? Azərbaycan artıq yaranmış geopolitik, geostrateji şəraiti yenidən qiymətləndirməlidir və qurduğu strateji münasibətlər sistemini daha da gücləndirməlidir. Türkiyə ilə müttəfiqlik strateji xarakter almalıdır, qarşılıqlı müdafiə paktı imzalanmalıdır. Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi haqqında düşünməyə başlamalıdır. Heç olmasa strateji depoların yaradılması, birgə hərbi hissələrin yaradılması, əgər iki tərəfli addımlardan çəkinirsə, TDT çərçivəsində deyək ki, sülhməramlı qüvvələrin yaranması adı ilə, məsələn, sülhməramlı briqadanın yaradılmasından başlamaq olar. Yəni, Azərbaycan həm siyasi diplomatik, həm hərbi təhlükəsizlik sahəsində, həm də iqtisadi sahədə Rusiyadan gələ biləcək, gözlənilən təzyiq və təsirləri neytrallaşdırmaq üçün addımlar haqqında düşünməlidir. Məsələn, deyək ki, xüsusən də bu nüvə təhlükəsinin artdığı bir vaxtda artıq Pakistanın Türk Dövlətləri Təşkilatına xüsusi tərəfdaş statusu ilə cəlb olunması və Türk Dövlətləri Təşkilatının ümumi təhlükəsizlik arxitekturasının qurulması məsələsi gündəmə gəlməlidir. Və bu çərçivədə nüvə mübadiləsi, hansı ki NATO-da belə bir proqram var, nüvə mübadiləsi haqqında və bu nüvə mübadiləsi çərçivəsində lazım gələrsə Pakistanın, qardaş dost Pakistanın nüvə silahının Türk dövlətləri ərazisində, başda Türkiyə olmaqla yerləşdirilməsi məsələsi də gündəmə gəlməlidir. Eyni zamanda Türkiyənin öz nüvə silahına sahib olması, nüvə proqramı başlatması da məncə artıq aktual olmağa başlayacaq. Sürətin bəy, çox önəmli və vacib bir məqama toxundunuz. Türkiyənin Azərbaycanda hətta bazalarının olması, Türkiyə ordusunun Azərbaycanda olması və bizim təhlükəsizliyimiz baxımından bunun əhəmiyyətindən danışdınız. Yəni çıxışınızda bu məqam mənim diqqətimdən qaçmadı. Yeri gəlmişkən NATO zirvə görüşündə də Azərbaycanlı jurnalistlərdən birinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana bu istiqamətdə bir sualı olmuşdu və Rəcəb Tayyib Ərdoğan da çox ona maraqlı və təmkinli bir şəkildə reaksiya vermiş. Hətta Türkiyə prezidentinin orada bir sağ olun sözünə xüsusi şəkildə vurğulaması yəqin ki, diqqətinizdən sizin yayınmadı. Sanki elə onun da sanki içindən gələn bir jest idi, bir ifadəni Türkiyə Cumhurbaşqanı bildirdi. Açıq deyə bilməzdi ki, biz sabah gələcəyik, ordu hazırdır. Belə tarix açıqlaya bilməz. Dünyadakı bu proseslər siyasi, belə deyək ki, görüntü, bir sərgilənən məsələlər var. Elə məsələlər var ki, pərdə arxasında danışılır. Bunlar zaman gələndə öz təsirini göstərir. Amma Türkiyə prezidentinin də bu məsələyə əslində həssas yanaşmasını və Türkiyənin də belə bir maraqlarının ola biləcəyinin biz görüntüsünü, ən azı reaksiyasını Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın o sağ olun mesajından aldıq. Mən istərdim Rəcəb Tayyib Ərdoğanın çıxışını dinləyək, daha sonra studiyamızda bu məsələlərə detallı toxunacağıq. Xəyal Əzizov, Azərbaycan. Sayın Cumhurbaşqanı, 2 yıl öncə NATO'nun Vilnius zirvəsi zamanı sizə sorun olmuşdu. Rus ordusu Azərbaycanda qalacaq, yoxsa getməyəcək. Həmin zaman Rus ordusu Azərbaycandaydı. Siz söylədiniz ki, Rus ordusu Azərbaycanı tərk edəcək və Rus ordusu artıq Azərbaycanı tərk edib. Bəs Türk ordusu Azərbaycana nə zaman gələcək? Çünki Azərbaycanda nə qədər ki, Türk ordusu yoxdur, Azərbaycan üçün hər zaman Rus işğalı təhlükəsi qalmaqdadır. Biz bunu böyle biliyoruz. Təşəkkür ederim. Sağ ol. Rus ordusu şu anda Azerbaycan'dan ayrıldı. Orada değil. Tamam, çıktığına göre artık zaten bu sorunun da hükmü kalmadı. Daha ben yeni Karabağ'a gittim. Böyle bir şey zaten orada yok. Şu anda Azerbaycan orayı Azerbaycan devletinin yaşanabilir hükmü altına getirmenin gayreti içerisinde altyapı, üst yapı noktasında adımlarını atıyorlar ve çok ciddi de yatırımlar yapıyorlar. Hayırlı olsun. Bəli, bu çıxışı ətraflı şəkildə izlədik. Türk ordusu nə zaman gələcəkdir? Yəni buna ehtiyac varsa, təbii ki, belə bir sual ünvanlarınız ki, demək ki var. Siz necə düşünürsünüz Ərdoğanın buna reaksiyalarını, bu məsələlərə? Xatırlayırsa, mən illərdir bu məsələni qaldırıram və bu məsələni qaldırmağımın əsas səbəbi də nədir? Çox açıq və bir mənalı deyirəm. Azərbaycan kiçik dövlət və o böyük dövlətlərlə qonşudur.
Azərbaycanın tək başına hərbi müdafiə təhlükəsizlik potensialı yetərsizdir özünü müdafiə üçün. Baxın, müasir müdafiə, o cümlədən hərbi təhlükəsizlik və yaxud da ki, müdafiə təhlükəsizlik konsepsiyalarının birinci hədəfi bilirsinizmi nədir? Çəkindirmə və müdafiə. Ən birincidə çəkindirmə. Yəni, Azərbaycan gərək elə hərbi potensiala sahib olsun ki, o Azərbaycanda gözü, marağı olan qüvvələri Azərbaycana müdaxilədən çəkindirsin. İndi mən sual eləyirəm, Azərbaycanın elə hərbi potensialı varmı ki, onu Rusiyanın hərbi müdaxiləsindən və yaxud da ki, İranın hərbi müdaxiləsindən çəkindirsin? İranın İsrailə vurduğu zərbələri gördünüz. İranın raket potensialını və yaxınlarda nüvə silahı əldə etmək potensialını, imkan və qabiliyyətini nəzərə alsaq, bir anlığa təsəvvür edin ki, o raket potensialı ilə birlikdə İranın həm də nüvə silahına sahibdir artıq. Azərbaycan hansı hərbi potensialı bunun qabağında dura biləcək? Biri çıxsın mənə izah eləsin. Yoxdur belə bir potensialı. Azərbaycanın yerinə İsrail kimi inkişaf etmiş bir dövlətin, geniş dünya şəbəkəsi olan bir dövlətin, geniş lobbi şəbəkəsi olan bir dövlətin belə tək başına potensialı İranla müharibəyə yetmədi. Görürsünüz, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa kimi dövlətlər ona yardım etməyə başladılar. İngiltərə. Yəni, reallıqlar var, faktlar var. Biz kiçik dövlətik, bizim çəkindirmə potensialımız, müdafiə potensialımız tək başına yetərsizdir. Deməli, bizə kömək lazımdır. Və bunun üçün də biz çəkindirmə və müdafiə komponentini böyütmək üçün nə etməliyik? Birinci, hərbi müttəfiqlərimiz olmalıdır bizim. Müttəfiqlərimizin sayını artırmalıyıq. İndi bizim iki müttəfiqimiz var. Qardaş Türkiyə və Özbəkistan. Amma bu müttəfiqlik hələlik formaldır. Legal qanuna baza var. Amma yeni hələ o real məzmun, faktiki məzmun kəsb etməyə başlayır. Yəni, Azərbaycanın, deyək ki, Türkiyə modelində ordusu yeni qurulur hələ. Lap deyək ki, bu ordu quruldu, qutardı. Bu ordunun axı potensialı məhduddur. Deyək ki, 100 minlik bir ordu, milyonluq ordunun qabağında nə edəcək? Və yaxud da ki, 17 milyon kvadrat kilometrlik bir massiv gücün qabağında 86 min kvadrat kilometrlik bir ölkə nə edəcək? Bizim hətta Türkiyə ilə müttəfiqliyimiz də müəyyən mənada yetərsiz qala bilər. Amma Türkiyənin NATO üzvü olması, Türk dövlətlərinin, dediyim kimi, yalnız bir adım atmaq lazım deyil. Baxın, Türkiyə ilə müttəfiqlik real məzmun qazanmalıdır, sözlü olmamalıdır. Onun real məzmun qazanması üçün də burada Türkiyənin bazaları yerləşdirilməlidir. Heç olmasa, deyək ki, Ruslar Azərbaycanla açıq danışmaq istəyirəm. Ruslar Azərbaycandan silahlı qüvvələrini çıxardanda Türkiyədə, Azərbaycana da şərt qoya bilərlər ki, biz çıxırıq, amma bir şərtlə ki, Türk bazaları da burada olmayacaq. Bu ola bilər, bu mümkündür. Amma bunun yan keçmək axı yolları var. Deyək ki, belə bir razılaşma var. Azərbaycanda əhdə vəfa prinsipi ilə hərəkət eləyir. Yaxşı, Azərbaycanda strateji depolar yaradıla bilərmi? Bu nə üçün lazımdır? Deyək ki, Azərbaycanda strateji silah-sursat deposu yaradılırsa, zamanı gələndə Azərbaycana ancaq canlı qüvvə atılır və burada da hər şey var artıq. Bütün silah, sursat, təchizat, hər şey var. Heç bir vaxt itirmir. Yalnız canlı qüvvə gəlir. Və yaxud da ki, sülhməramlı qüvvə adı ilə burada bir briqada yaradılır və o briqada lazım gələndə gələcəkdə korpusa çevrilə bilər. Sülhməramlı batalyon yaradırsan, ondan sonra sülhməramlı briqada, sonra sülhməramlı korpus və s. Və bunu Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradırsan ki, daha çox dövlət və tərəf olsun. Çünki bu dəqiqə Qazaxıstan da bundan maraqlıdır. Çox maraqlıdır. Deyək ki, Qırğızstan bundan maraqlıdır. Tacikistanla münaqişəsi var. Qazaxıstan, Rus təhlükəsi artıbdır. Özbəkistan buna gedə bilər, hazırdır.